Mən nəyə görə bizim bu tarixçilərdir, yazıçılardır, ziyalı varsa bilmirəm ölkədə qalıb qalmayıbdır. Bax bu yazırsan, bir şey yazırsan, əgər sən yazırsansa, sənin bu gün qabağında erməni danışmamalı idi, fransız danışmamalı idi, rus danışmamalı idi. Sənin yazıların, bax bu yazıçılar, mən deməli şairlərdir, alimlərdir. Əgər sizin yazınızı oxuyurlarsa, bu gün sizi alçaldırlar, əskildirlər. Onun sizin yazınız nəyə lazımdır? Yazıçı o adamdır ki, yazanda onun qabağında fransız durmalıdır bax belə. İngilis də durmalıdır. Alman da. Hamısı durur. Yazıçı bax odur. Mən yazıram, kitab yazır, jurnal yazır, dəftər yazır. Ay kişi, gene de deyirəm, sizin o yazılarınız bugün nəyə kömək oldu? Gedib ermənini qucaqlayırlar, gedib erməniyə dost deyirlər, gedib xaricdə satırlar. Ay kişi, elə harda oğurluq eləyir, incidir öz qardaşını, millətini, dostunu satır. Gedib Avropada millətdən şikayət eləyir. Hadi millətdə nə işin var ay kişi? Alçaldırsa. Bax bu sizin yazıçıların o əməlidir. Yazıçı bilirsən necədir? İrəvandan danışım. İndi bugün ermənilər, mən o ermənilərə deyirəm ki, 1950-ci ilə gəldi. Hansı ermənilər ruslar onları köçürdəndə, Azərbaycan quranda, Azərbaycanda Ermənistan quranda, yaradanda, bax o ermənilər hansı ki 20-ci illərdə gəliblər, 50-ci iləcən, bax o ermənilər həmişə deyirəm, çıxsınlar, desinlər, türklər necə olur? Türklər keçəndə yoldan Azərbaycanı, bax deyim sizə bir-bir, Sabirdir, Əlidir, Yaqubdur, Həsəndir, Tofiqdir, hansını deyim ay Allah? Bunlar keçəndə ermənilər oradan bir-birinə deyirlər. Mən bu 60-cı illəri deyirəm, öz yaşlarımın vaxtına hələ deyirəm. Ha 20-ci ili demirəm. Bax bu 50-ci, 60, 70-ci illərdə erməni görüb oradan 100 metrdən Türkü Azərbaycanlı görsəydi İrəvanda, o gəlib salam verməsəydi, qaşa-qaşa gəlib, onun sabah probleması olacaqdı. Azərbaycanlılar hər bir yerdə ermənilərə kömək edirdilər. Ermənilər gəlib onlardan dedilər, Hişumə görə, hayır eləməsin. Aravokta canında Haşivka, Haşivka, Moracelek, Aşot, Artur, ha? Ermənicə deyirəm, onların üzlərinə, çıxsalar üzlərinə deyim, gəliblər, hələ mənə deyirdilər, Oktay burada bir kömək lazımdır. Bizim kimi Nərimanlar, Oktaylar, Əlilər, Həsənlər, Tofiqlər gedirdilər, ölümə gedirdilər haqq yolunda. Yəni haqq düşmandır, erməni düşmanıdır. Bilir ki, arxadan zərbə vuracaq, mən bilirdim də bu erməni, amma biz gedirdik, ona görə biz Azərbaycanda türkük. Bizə Tanrı veribdir, biz dostluq üçün ürəyimizi də ölümə də gedirdik. Ölümə gedərdik. Mən bilmirəm, özüm elə olmuşam və nəyi görmüşəm o, bizim o qardaşlarımda da görmüşəm. Yəni İrəvan türklərində bilirsiniz, onlarda ayrı idi. Bax, yazıcı belə yazmalıdır. Erməni indi gəlib, erməni gördü, qalışıb bağlayıb, babuşkanı geyib, məsəl üçün mənim kimi də. Məndə babuşka deyil, məndə oxlardır. Bu işarədir. Qədim türklərin işarəsidir. O fonda tikiblər. Onu istəmirəm. Deyəm ki, harda kimlər hazırlayır. Nəysə, bax, yəni erməniləri belə görürlər, ay alimdir, ay idmançıdır, aktyordur, belə. Bunlar tualetdə adlarını yazırdı çirklə. Bu millətdir. O gəlib hamam tikmişdi bizimkilər 20-ci ildə kimsinlər, iylənməsinlər. Erməni mənə cəld limon deyirdi, yadınızdadır, erməni, aşot, hişmə sənə. Cəld limon deməli deyir ki, mənim adıma Mirca var, sizin
Azərbaycanlılar bizim babalarımızı hamama zorla itəlirdi ki, biz iylənirdik 20-ci illərdə dövlət quranda. Bax belə, bu millət gəlib indi o millətin qabağında qaçırlar, tanımırsınız, danışan yoxdur, düzdür? Əlbəttə o erməni xasiyyəti var, erməni silahı var, onun haqqında danışan yoxdur. Erməninin əxlaqından danışmaq, onun xasiyyətindən danışmaq, onun əlbəttə danışırlar. Elə erməni də 30 ildir kabab yemişəm, bunu danışırlar, dostluq eləmişik. Bax, ona görə yazıçıları bugün mən hamısına deyirəm ki, yəni siz yazmalısınız ki, bütün hamı, bax belə Smirna, necə İrəvanda ermənilər belə dururdular da, utanırdılar yanımızdan keçməyə. İndi hamısı dünyaya göstərir ki, Türk kimdir, Azərbaycan kimdir? Bizik dünyanın ağası erməni. Ay kişi, nökərləri, onlar nökər olurlar, indi özlərini. Bax, yazıçıların adı ümumiyyətlə götürməlidir. Xalq yazıçısı, xalq şairi, xalq artisti var. Ümumiyyətlə bu adlar götürülməlidir. Xalq üçün neyinibsiz? Biri meymunçuluq eləyir, ona xalq verirlər. O biri, nə bilim, detektiv yazır, nə bilim, şpiyonajı yazır, o biri sevgi, məhəbbət yazır, o biri teatr yazır. Ay kişi, teatr vaxtıdır, detektiv vaxtıdır. Ona görə də onu oxuyurlar, gedib milləti satırlar. Bütün sizin əməlləriniz heç nədir. Heç nədir. Mən yazışım, nə yazmağı, milyonlarla yazırsınız, pul qazanıbsınız, ayrı heç nə. Ona görə də yazan adam, əgər siz yazar olsaydınız, yazıcı, indi bugün Fransız belə durmuşdu, İngiliz belə durmuşdu, başı aşağı. Erməni demirəm, diz üstə gəzirdi, yəqin ki, ay Türk qardaşlar. Bax belə, ona yazılarınızı götürün, atın. Biabır elərsiniz. Bütün Azərbaycan xalqını alçaldılmışsınız sizin yazılarla. Gör nələrlə məşğul, idmançı oradan gedir. Uzanda deyir, nə olsun, uduzmuşam daha. 10 nəfərlə uduzur, deyir. Bu güləşlər, bokslər, nə uduzmaq, adicə oynamaqdır da. Hasan deyil, danışmaq o demirəm Hasan. Bax, bu qədər yəni mən istədim deyəm.